ömür qısadır. Vaxt gedir, əcəl də bilinmir, nə vaxt gələcək. Ona görə hər bir anında müsəlman tövbəli olmalıdır. Allaha tövbə etməlidir, qayıtmalıdır. Tövbəsiz yaşamaq olmaz. Günahlar içərisində yaşayırıq, davam edirik. Çalışmaq lazımdır ki, hər günahdan sonra dərhal tövbə eləyəsən. Şeytana qapı açmayasan. Çünki şeytana qapı açanda sonradan qapını bağlamaq çətin olur. Günah etdin, gələk tövbə edəsən dərhal. Günahın aqibətindən, günah özündən sonra günah gətirir. Sonradan xilas ola bilmirsən. Lakin dərhal tövbə edənlər Allahın xeyir istədiyi insanlardır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Kullu bəni Ədəm xattah. Hər Adəm övladı xətakardır, yəni günah edəndir. Və hər günah edənlərin xeyirlisi tövbə edənlərdir. Kim tövbə edir, nicat tapacaq. Kim tövbə etmir, Allah qorusun, Allahın istəyi altındadır. Allah da Allah istəsə onu cəhənnəmə salıb yandıracaq günahlarına görə və istəsə birbaşa cənnətə salacaq. Lakin tövbə edənlərin halı belə deyil. Tövbə edənlər bağışlanacaq.